kimi kosmetik vasitələrin reklamını aparır, digəri şəxsi həyatını çəkdiyi videolar üzərindən izləyicilərlə bölüşür, bir qismi isə müxtəlif yarışlar təşkil edir, əyləncəli müzakirələr aparır. Sosial şəbəkələrdə bu səpkili videolara göz şahidliyi edənlər həm də uşaqlardır. Son illər sosial media fenomenləri azyaşlıların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Telefon ekranlarından tanınan bu şəxslər uşaqların dünya görüşünə, davranışlarına və dəyər anlayışlarına birbaşa təsir göstərən rol modellərdir. Psixoloq İlahə Aslanovanın sözlərinə görə, sosial mediadakı şəxslər əsasən əyləncəli videolar hazırlayaraq uşaqların diqqətini cəlb edirlər. Beləliklə, balaca izləyicilər ailələrində ətraflarında gördüklərindən daha çox həmin şəxslərə bənzəməyə çalışırlar. Onların təqlidçisinə çevrilirlər. Onlar əsasən xoşbəxtlik nədir, uğur nədir, dəyərli olmaq nədir anlayışını izləyici sayı, davamlı gülümsəmə, bahalı həyat kimi sunurlar və uşaqlarda da artıq bu cür informasiya oturur ki, həyat bundan ibarətdir. Bu uşaqlar sosial media fenomenlərinə daha çox maraq göstərirlər, çünki onlar valideynləri və müəllimləri kimi öyrətmir. Sadə danışıq dili ilə danışır, davamlı olaraq gülümsəyir. Uşaqlarda bu dayanıqlı hal alarsa, onlarda artıq bu tendensiya dəyər anlayışını dəyişmiş olacaq. Çünki əvvəllər dəyər anlayışı vicdan, zəhmət, hörmət idisə, indi artıq like, izləmə sayı və bəyənilmə istəyi ilə ölçülür, bahalı hədiyyələrlə ölçülür. Ekspertlərin fikrincə, uşaqlara münasibətdə sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanuna ehtiyac var. Əks təqdirdə gələcəkdə bu tendensiya daha ciddi fəsadlarla özünü göstərəcək. İlhamə Kələyeva, Üzeyir Ağayev, Xəbər Ertəsi.